Salam, hər bir vaxtınız xeyirli olsun. Demək, belə bir ütünü təmirə gətiriblər. Tok gəlmir. İndi ortanı nəticəni bir yerdə izləyib. Sırx açmağa davam edirik. Demək, bu hissədən bilinir ki, 1, 2, 3-cü qol yanıb. Demək, 3-cü ayaq yanıb. Keverin dəmir də balacalaşıb. Bu hissələri təmizlədik pastan və dərmanını vurdıq. Zilonka dərmanını vurdıq. Yalnız bu şunurdur. Mən belə bir klema götürdük. Ağ rəngdə istiyə dözən kabel götürdük. Bu arada da tərs mütənasib sıxdıq. Bu ara termosatkasını da keçirdək. Bu arada da sıxdıq. Demək, kabelə zaklovka elədik. Bu hissəni pişirəcək, bağlayacaq. Üstün izolyasiyasını da vuraq. Demək, buradan silikonunu da vurduq. Termosatka ilə də sıxdıq, zaklovka da elədik. Bu hissəni pişirəcək, bunları təmizlədik, bunları yağlanıb. Üst və alt hissəni də pişirdik. Hər bir şey özü yerində. Demək, bunun filtri də var, tutulub gördüyünüz kimi. Bunu da təmizləyək. Demək, xətti tamamlamalıdır. Üzərinə su əlavə elədik, filtri təmizlədik. Bunun samakiskası da var. Öndən su verir. Ampermetrə qoşmuşuq. Gücünü götürdü. İşığı yanır. Parı bağlayırıq. Paranı verir, parı artırırıq. Bu qədər hər bir şey işlədi. Bu da samakiska. Bunu basıb saxlayanda özünü təmizləyir. Çox sağ olun izlədiyiniz üçün.